Salam hörmətli müəllimlər. Rənglərlə bağlı bütün bilikləri cəmləşdirən, sistemləşdirən öyrənən elm rəngşünaslıqdır. Spektr göy qurşağıdır ki, burada rənglər müəyyən qayda ilə düzülür və ardıcıllıq belədir. Qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy, bənövşəyi və bu rənglərin yaratdığı təəssüratlar var ki, bunlar haqqında danışacağım. Qırmızı, dinamik, üsyankar, həyəcan, bayram sayağı. Narıncı, cəlbedici, sağlam, enerjili, dadlı. Sarı, günəşli, parlaq, sövq-edici, şən, isti. Yaşıl, uğur, şəfa, bitki, ekologiya, təbii. Mavi, əminamanlıq, sakitlik, harmoniya. Göy, cəsarətli, sərin, genişlik, dərinlik. Bənövşəyi, həssas, mənəviyyat, hərəkət, kövrək. Sağ olun hörmətli müəllimlər.